tələbələr, mən Amin Lətifov. Bildiyiniz kimi informatikadan məsələlərin izahı davam edir və bu gün biz say sisteminin sonuncu bölməsi olan ikilik say sistemindən 16-lıq say sisteminə keçid, ikilik say sistemindən 8-lik say sisteminə keçid və x-li ifadələrin keçidi haqqında danışacağıq. Bilirsiniz ki, bundan əvvəlki videolarda biz ikilik say sistemindən 10-luq say sisteminə, həmçinin 8-lik say sistemindən, 16-lıq say sistemindən 10-luq say sisteminə, həm də 10-luq say sistemindən digər 2-lik, 8-lik, 16-lıq say sisteminə keçidləri və 16-lıq say sistemi və 8-lik say sisteminə, 2-lik say sisteminə keçidlər haqqında sizlərə məlumat vermişdik. Bugün isə bizlər 2-lik say sistemindən 16-lıq say sisteminə, 2-likdən 8-lik və x-li ifadələrin sizlərə izahını verəcəyik. İlk öncə gəlin başlayaq 2-lik say sistemindən 16-lıq say sisteminə keçid. Uşaqlar, ikilik say sistemindən 16-lıq say sisteminə keçid, həmçinin də digər videoda dediyimiz 16-lıq say sistemi, ikilik say sistemi keçid bir-birinə oxşayır. Əslində bir-birinin əksidir. Biz necə ki 16-lıq say sistemindən ikilik say sisteminə keçərkən ilk öncə ağlımıza gətirəcəyimiz hissə 16-nın bölənləri idisə 8, 4, 2, 1. Burada da eyni ilə ikilik say sistemindən 16-lıq say sisteminə keçiddə biz yenə də 16-nın bölənlərini o saat ağlımıza gətirməliyik. Və daha sonra isə biz baxmalıyıq nəyə? Görürük ki, bizdə 16 ədədinin 4 böləni var. 8, 4, 2, 1. Biz o zaman gəlib sağdan başlayaraq bir sayıb 4-ə qədər sayandan sonra ortada bir dənə xətt çəkməliyik. Baxın, 1, 2, 3, 4. Sonra qaldığımız yerdən yenidən 1-dən 4-ə qədər sayırıq. 1, 2, 3, 4. Və burada saydığımız yerdən isə biz 1, 2 sayırıq. Əgər daha asan olmasını istəyirsinizsə, bunun qarşısına 0 qoya bilərsiniz. Keçən dəfə videoda demişdim ki, 0 oldu, olmadı mənası, yəni eynidir. Və yenidən buna da 1, 2, 3, 4 kimi yaza bilərsiniz. Və daha sonra isə bu ifadəni buraya yerləşdirmək lazımdır. Bu ifadəni necə yerləşdiririk? Ən əsas məqam odur. Sağdan 1, 2, 3, 4 saydığımız kimi burada da biz birincinin yerinə, baxın bu belə gəlir, 1, 2, 3, 4 sayarkən. Sağdan başlayaraq biz ifadələri buradakıların üzərinə qoyuruq. 1-in üzərində 1 olur, nömrəsi 1-dir deyə. 0-ın üzərində 2 olur. 3-ün üzərində, daha doğrusu 1-in üzərində 4 olur. Və yenə də 1-in üzərində 8 olur. Buradakı 1, 2, 3, 4-dən qarışdırmayın. Bu sadəcə sıra nömrəsidir. Biz buraya qədər xətt çəkmişdik, 4 hissəyə ayırmışdıq. Yenidən biz eyni bir şeyi yenidən burada yazırıq. Daha mən sürətli şəkildə yazıram. 8, 4, 2, 1. Nə üçün belə yazdığımı bilirsiniz. Çünki birincinin yerində 1, ikincinin yerində 2, üçüncünün yerində 4, dördüncünün yerində 8 dayanır. Yenidən eyni bir şeyi buraya yazıram. Və bundan sonra nə edirəm? Ən əsas məqamlardan biri budur. Burada hansı ki birinin üzərindədir, onları bir toplayıram. Biz keçən dəfə bunu 16 sayısında, 2 say sistemində demişdik ki, 1 olanları toplayırıq, 0 olanları isə yəni silirik. Bizə lazım deyil. Burada da eyni ilə 1 olanları toplayırıq və mən yazıram 8 üstündə gələndə 4-ü, 12 üzərində 1 gəlirəm 13. Yuxarısına 13 yazıram bu ifadənin. 0 isə üzərində 2 0-ın üzərində deyə mən bunu toplamıram. Çünki 0 olanda biz demişdik lazım olmur, istifadə etmirik. Yenidən gəlirəm bura. Baxıram görürəm 1-in üzərində hansıdır. 1-in üzərində 4, 1-in üzərində bir də 1 var. 4 ilə 1-in cəmi 5-dir. Və buraya baxıram. Sadəcə görürəm ki 1-in üzərində 2 var. O zaman 2 yazıram. Və gəlirəm cavabı yazıram. Cavabı necə yazıram? Bunları birləşdirərək yazıram. 2, 5. Amma 13-ü necə yazıram uşaqlar? 13-ü artıq mən 16 say sisteminə keçirdiyim üçün onu hərf kimi yazıram. 13 isə bizdə nə idi? 13 isə bizdə D-ni ifadə edirdi. Demək ki, bizim bu ikilik say sistemində verilmiş bu ədədimiz əslində 16 say sistemində 25 D-yə bərabər imiş. Baxın, bu məsələ belə həll olunur. Bəs ikilik say sistemindən 8-lik say sisteminə necə keçirik? Eyni ilə, eyni bir proses aparır. Sadəcə burada artıq 8, 4, 2, 1 kimi yazmırıq. 4, 2, 1 kimi yazırıq. Niyə? Bunu əslində keçən videoda demişdim. Çünki 8-in bölənləri 4, 2, 1-dir. Və yerinə sağdan başlayaraq mən yazıram. Amma burada göstərilən qədər sayıram. Burada 3 dənə ədəd var deyə mən 3 sayacağam.
1, 2, 3 sayıb buradan ayırıram. Təzən 1, 2, 3 ayırıram. Bunun qarşısına təzən 0 yazıram. 2 dənə ki, bu 1, 2, 3-ə gəlsin və 1, 2, 3 yazıram. Yenidən gəlirəm 4, 2, 1-i nömrə ilə yazıram. 1, 2 və 4. Daha sonra yenə 1, 2, 4, 1, 2, 4 və nə edirəm? 16 say sistemində etdiyimizi. Yəni biri yuxarısında olanları toplayıram. 4 üzrə gələk 1, 5. 0 isə bizə heç bir nəticə vermir. Təzədən burada görürəm ki, 0-ın üzərində 4 var, 0-ın üzərində 2 var, 2 var. Mən bunları yazmıram, toplamıram. Sadəcə 1-in üzərində 1 var deyə mən 1 yazıram. Burada isə sadəcə görürük ki, 1-in üzərində 1 var, yenə 1-i yazıram. O zaman mən bunu gəlirəm, buradan yazıram ki, mənim cavabım əslində 1, 1, 5 imiş, yəni 118, 115-ə bərabər imiş. Bu ikilikdə göstərilən ədəd əslində 8-lik say sistemində 115-ə bərabərmiş. Yəni baxın, 16-lığa keçiddə də, 8-liyə keçiddə də hər ikisi eyni bir ardıcıllıqla yerinə yetirir. Sadəcə bu da bölənləri bilmək lazımdır ki, 16-da 4, 3, 2, 1-dir və daha doğrusu 4, 3, 2, 1 yox, 8, 4, 2, 1-dir. Üzrlü sayı, bu da 4, 3, 2, 1 yazmışam nömrəyə. 8, 4, 2, 1-dir və 8-likdə isə 4, 2, 1-dir. Baxın, bunları eyni yolla həll edilir. Sadəcə bunun bölənlərini bilməyiniz yetərlidir. Bəs yaxşı, növbəti hissə isə x-li ifadələrin keçididir. X-li ifadələrin keçidi bəzi uşaqlar çaşır bura. Məsələn, burada normalda məsələn 8 versəydi, keçidi bilirlər. 8 üstü 0, 8 üstü 1 yazıram. Sonra isə mən uyğun olaraq məsələn həll edirəm. Bunu izah etmişəm. Əslində bu da eyni bir şey. Bunu da o cür həll edirlər. Sadəcə təsəvvür edin ki, x hansısa bir ədəddir. Yenə də yazıram, 23-ü yazıram. X ifadəsini qoyuram. Keçən videoda izah etmişdik. Təsəvvür edin ki, ikilik say sistemindən onluq say sistemi keçirəm, ya da ki 16-lıq say sistemindən onluq say sistemi keçirəm. Eyni bir prosesdir. Burada da x-dən keçid də eyni bir proses şəklində aparılır. Yenə də x-in yuxarısına mən nə edirəm? 0 qoyurdum. Saya 0-dan başlayırdıq. Sonra 1 qoyurdum. Təzədən yazıram. 2 üstü x üstü 1. Yəni x-i əslində burada 1-ə vururam. Daha doğrusu x üstü 1 x-i verir. Onu da 2-yə vuranda 2x. X üstü 0 nəyi verir? Bizə 1-i verir. 1-i də 3-ə vururam. 3. Bunları toplayıram. Bunu yada saxla ki, toplayırıq. Çünki biz ondan əvvəlki videoda demişdik ki, bunlar toplanılır. Bərabər edirəm 19-a. Burada da nəyə bərabər olur? 2x üstə gələk. Daha doğrusu bərabərdir 16-ya. X də bərabərdir 8-də. Əslində bizim bu ifadəmiz 8-lik say sistemindəymiş. Gəlin yoxlayaq görək 23 8-lik say sistemində, onluq say sistemində 19 alınırmı? Gəlin yoxlayaq. Yenə də 8, 8 yazıram, 0, 1. 8 üstü 1, 8, vururam 2-yə, 16, 8 üstü 0, 1, vururam 3-ə, sonra da toplayıram, edir 19. Həqiqətən də 19-u verir. Demək ki, məsələni düz əldə etmişik. Baxın uşaqlar, bu say sisteminin sonuncu videosuydu. Bununla da biz say sistemini bitirdik. Siz bu videolara baxsanız say sistemi ilə bağlı bütün məsələləri əminliklə deyirəm ki, həll edə bilərsiniz. Və informatikanın da demək olar ki, ən çətin hissələri, yəni tələbələrə ən çətin gələn hissələri, koddaşıma və sayı sistemi məsələləridir ki, siz mənim videolarıma baxaraq o həmin məsələləri rahatlıqla həll edə bilərsiniz. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.